Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim mən yarpaq dolması resepti paylaşıram. Videomu bəyənsəniz kanalıma abunə olub videolarımı like etməyi unutmayın. İndi isə keçək yarpaq dolmasının hazırlanma qaydasına. Yarpaq dolması üçün bizə lazımdır çəkilmiş ət. Əti qabın içərisinə əlavə edirəm. Əvvəlcədən doğradığım 3 ədəd soğanı ətin üzərindən əlavə edirəm. Daha sonra 2 ədəd doğradığım pomodoru əlavə edirəm. Ətin üzərindən yarım stəkan yuduğum düyünü əlavə edirəm. Bir çay qaşığı və bir çay qaşığının 1/4 qədər duz əlavə edirəm. Bir çay qaşığı qara süd əlavə edirəm. Bir çay qaşığı qırmızı şirin biber əlavə edirəm. Bir hörək qaşığı tomat əlavə edirəm. Bir hörək qaşığı nanə, bir hörək qaşığı reyhan əlavə edirəm. Üzərindən bitki yağı əlavə edirəm. Hazırladığım içlikdən təngirin üzərinə bir hörək qaşığı qoyub bükürəm. Dolmaların hamısını eyni qayda ilə büküb qazanın içərisinə yığdım. Üzərindən su töküb qoyuram qazın üzərinə bişməsi üçün. Videomu izlədiyiniz üçün hər birinizə əvvəlcədən təşəkkür edirəm. Videolarımı bəyənsəniz kanalıma abunə olub videolarımı like etməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə Allah'a emanet olun.